Bebəklərim salam, necəsiz? Ümidvaram ki, hər kəs yaxşıdır, mən çalışıram, yaxşı olam. Deməli, ilk öncə bir-iki cümlə deyim. Bilməyən insanlar üçün yəqin ki, daha çox məni yeni insan görəcək, amma mən Instagram hesabıma, WhatsApp hesabıma videonu yönləndirəcəyim üçün düşünürəm ki, mənim əvvəldən məni izləyən insanların da videoya baxma şansı olacaq. Deməli, amma yeni görəcək insanlar üçün də deyim ki, öncədən bir YouTube hesabım var idi, amma sonra bağladım. Mən orada çalışırdım ki, təcrübələrimi bölüşüm, fikirlərimi bölüşüm və spiritual mövzularda danışaq. Bəzən araşdırmalar edirdim, onu insanlarla bölüşmək istəyirdim. Və xüsusi numerologiya analizi edirdim, ümumiyyətlə dövlətlə bağlı eləmişdim, efendimə söyləyim, Mikayıl Müşfiqlə bağlı eləmişdim. Lana Del Rey ilə bağlı eləmişdim. Yəni, sevdiyim və yaxud da həqiqətən məndə iz qoyan yazarlar, efendimə söyləyim, seçilmiş fərqli insanlar, fərqli ruhların numerologiya analizinə baxmışdım. Həqiqətən də çox maraqlı idi. Amma bir müddətdən sonra insanların buna böyük bir gözlədiyim kimi reaksiya verməməsi məni soyutdu. Həm də ki, hər kəs mənim yerimə qərar verirdi. Bu arada bu rəydə yazan insanlarla tamamilə aslı, bağlı deyil. Efendimə söyləyim, həddindən artıq bu mövzuda danışmaq istəyirdim. Əslinə qalsa fərqli bir video çəkməyi düşünmüşdüm, amma artıq bu hesabımda özümü boğmaq istəmirəm. Nə ifadə eləmək istəyirəmsə, istəyirəm ifadə eləyim. Çünki həmişə insanlar üçün uyğun olsun, insanlara uyumlu davranım deyə düşünərək özümə haqsızlıq elədiyimə görə düşündüm ki, artıq öz fikirlərimi bir qədər çatdırmalıyam. Heç kim mənim 4-5 dəqiqə danışmağımdan geriyə ya da arxaya düşmür. Ona görə həm də bu mənim YouTube hesabımdır. İnsan bəzən bəzi şeyləri bilsə belə özü fərqində olmadan istəmədiyi şeyləri eləyə bilir məncə. Yəni, mənə görə insanların rifahı və xoşbəxtliyi önəmli olduğu üçün o demək deyil ki, tamamilə özümü önəmsəmirəm, yox. Sadəcə, ümumi olaraq sosial tərəfdən baxanda, insanlara faydalı olmağa çalışanda özümü incitdiyimi görə bilməmişəm. Ona görə burada bu mövzunu tolerans göstərmək istəmirəm bu mövzuya. Danışa bilmir arkadaş. Çox ciddi danışdıq nəsə. Deməli, başqa nə deyəcəkdim mən sizə? Bu hesabımda tamamilə rahat olacağım, özümü boğmayacağım. Çünki yadınıza da gəlirsə, öncəki hesabımda mən demişdim ki, bəs təcrübələrimi bölüşəcəm, fikirlərimi bölüşəcəm. Öz şəxsi fikirlərim məni oluşturduğu üçün şəxsi fikirlərimi dayandıranda geriyə sadəcə elə belə klassik durumlar qalır. Burada da məndən bir parça yoxdursa, o zaman niyə mənim YouTube hesabımda ya da mən niyə buna bu qədər əmək verirəm? Neysə, fikirlərimi ifadə elədiyimə görə artıq videoya keçə bilərik. Bu arada sizə nə göstərəcəm? Məncə çox tatlıdırlar. Mən ulduz seviyorum qardaş. Bir də onu vəbşə çox xoşlayıram. Bugün yanımda, bunun adı nə idi? Aşkın silüeti olmalıydı, bu dəstə vardı. Əslinə qalsa dünən bir açılım eləmək istəyirdim, amma alınmadı. Anləsən faktorlar, insanın başqa aşığı olur, axı istər-istəməz vaxt qalmır. Bu roza dəstəsidir və dostum vermişdi mənə. Efendimə söyləyim, bu da rozadır, bunun adı fərqlidir. Final rozadır, nədir, belə bir şey. Efendimə söyləyim. Bu arada belə bir dəstəmiz də var, qardeşlər. Mən tarota ilk başlayanda bu dəstəni çox xoşlamışdım. Belə üstündə şirin şəkillər var. Misilla. Bu arada dilim sürüşür, arada danışa bilmirəm istədiyim kimi. Amma olsun. Axarda qalmaq istəyirəm. Bugün hansı mövzuya nəzər salacaq? Bugün çox qəşəng bir sual yazdım dəftərimə dünən. Məni bu zamanda həqiqətə aparan nədir? Hər adə. Da böyle bilinsin. Niyyət edirəm bu açılımın kollektivə şəfa verməsinə, kollektivə ən doğru
şəkildə sözləri çatdırmağa, kollektivin ən doğru şəkildə anlamasına. Bütünə xeyri olsun, qardeş. Kartları qarışdıranda 3-4 dənə kart töküldü. Düşmədi, töküldü deyə yığdım yerinə. Məni bu zamanda həqiqətə aparan nədir? Bizi deyelim, bizi bu zamanda həqiqətə aparan nədir? Ürəyim dəstə seçilmək istədi. 1, sırayla gedəcəm. 2, 3, 4, 5. Düşündürücü. Kartları açım, özüm anlayayım, sonra sizə də göstərə-göstərə yorumlayacağım. William. Opsiyonel. 15 yəqin ki, şeytandır. Bizi həqiqətə aparan bu dönəmdə öz asılılıqlarımızdan, bağımlılıqlarımızdan, saplantı türklər demiş geliştirdiyimiz mövzulardan aralanmaqdır. Bizi həqiqətə aparan egodan arınmaqdır. Sizə uyğun olmayan yerləri tərk etməkdir. Və axarda qala bilməkdir. Fərq elədirsə, mənim yorumlama şəklim dəyişib. Tarot yorumlama formam dəyişib. Daha yığcam, ümumi danışıram mövzu ilə bağlı. Əvvəl bir baxırdım, o daha maraqlıydı. Hal-hazırda isə baxıram, düşünürəm və ona əsasən cavab verirəm. Ring nə idi? Ring üzüyü idi. Üzüydə paraydı. Para kralı. Değnek kralı. Burada kraliçe var idi. Bircə dəqiqə bağışlayın. Değnek kraliçesi yoxsa değnek kralı, ona baxacağım. Burada fərqli oxunur. Bu arada rahat nə dediyimi anlaya bilməyiniz üçün deyim. Misal üçün burada bax üzüyü kartıdır da, üstündə gör nə yazılıbdır? Yazılıbdır ki, deməli, üzüklərin kralı. Mənə də maraqlı gələn, burada kral yazıb, amma qadın vardı. Burada fiqur olaraq qadın, kişi istifadə ediblər, yoxsa fərqli bir tərəfdən ələ alınıb. Yəni, queen yazmayıblar da, şükür. Və burada queen başqa cür təsvir olunubmuş. Tamam, mən elə bildim bəlkə, qadın, kişi fərqi yoxdur, ümumi götürüblər. Adları fərqli bəzən qoya bilirlər, tarot yaradıcıları. Bu dönəmdə sizi həqiqətə aparacaq olan çevik olmağınızdır, əyləncəyə uyum göstərə bilməyinizdir, addım ata bilməyinizdir, həmçinin də özünüzdən əmin olmağınızdır. Və sizə deyə bilərəm ki, sizin insanlar, hansı ki bir ortamdasınız və bu ortamda insanlar sizə xidmət eləmir və yaxud da sizin sevəcəyiniz tərz deyil və yaxud da sizə baskı sağlayan bir şəxsdir. Məsəl üçün, nə deyə bilərik buna? Öz egosu üçün hərəkət edən insandır. Bu bir daha çox kişi fiquru kimi gəlir mənə. Düşünürəm ki, kişi figurudur. Çünki burada daha çox king çıxıbdır. Yəni, queen deyir də ki, qadın olaraq götürək. Hər hansısa bir kişi ola bilər, sizə xidmət eləməsin onun xarakterləri. Bu da nə deməkdir? Başına buyruq ola bilər, cəsarəti həddindən artıq çox ola bilər, amma bu insanlara zərər verə bilər. Gücünü maddiyyata verən bir insan ola bilər, əfəndimə söyləyim, ya da dini imanı maddiyyat olan bir insan ola bilər. Sonra hisslərini çox bəlli etməyən bir insan ola bilər. Amma tamamilə sərt, bəzi insanlar var ki, nə qədər istəyirsən ki, onu anlayasan, ondan nəsə bir şeylər soruşursan, amma sənə cavab vermir. Ağzına su alıb oturmuş bir insan ola bilər. Və yaxud da öz planları, öz hissləri, öz düşüncələri haqqında heç nə danışmaz, daha çox hərəkətdə olar, daha çox... Türklərin bir söz var, öz borusu ötsün istəyər. Belə bir şey hiss edirəm. Bu tip ətrafınızda insanlar varsa bunlara qarşı diqqətli olun.
sizi yoran bu insanlar ola bilər və ya siz bu dönəmlərdə elə davranırsınızsa, məsəl üçün oturaqlısınız, amma bu özünü daha çox ətrafa və özünüzə pis təsir edəcək şəkildə təsir edirsə, bunu ələ ala bilərsiniz, nəzərə ala bilərsiniz. Bu dönəmdə dəqiq bildiyiniz mövzulardan, dəqiq bildiyiniz fikirlərdən yapışmağınız daha məsləhətli olar sizin üçün. Sizi həqiqətə aparan o ola bilər. Tanrı ilə bağlarınızı, köklərinizlə bağlarınızı inkişaf elətdirməyiniz sizi yüksəldə biləcək bir şeylərdir. Bu nə deməkdir? Məsəl üçün, karyera. Bu arada ağlıma karyera tərəfdən də gəldi. Məsəl üçün, ailənizin bir karyerası var. Ora yönəlməyiniz. Hamının bir genetik yapısı var axı, bir ağacı var, sanki bir ağacdır hər bir ailə. Onun köklərinə hörmət eləməlisiniz. Onun hər budağına hörmət eləməlisiniz. Siz nə düşünürəm? Bəzən spiritual mövzularda belə genetika faktoru daha çox ön plana çıxanda atalar, nə bilimi, belə bizim nənələrimiz, analarımız, ulu nənələrimiz, ulu babalarımız, yəni bu əslində önəmli strukturdur. Önəmli bir strukturdur və biz oradan güc ala bilirik. Amma daha çox bu dönəmlərdə ailə yapısına hörmət olunmur. Bu məni çox sarsır. Bu hamıya aid bir şey deyil, amma məsəl üçün ətrafıma baxıram, %80 ailə sanki var, amma nə köklər tanınır, nə budaqlar tanınır, nə hörmət qoyulur. Bu hamı üçün aid deyil bu arada. Gördüyüm, ağlıma birdən gəldi demək istədim. Ağlıma şey gəldi. Düşünüyoruz, söylüyorum, yaparız diye değil. Daha çox bildiyiniz mövzulardan yapışın, sizi həqiqətə aparan odur. Ailə yapınıza baxın. Orada olan yaxşı insanlara, əfəndimə söyleyeyim, yaxşıya da pisə də baxın. Yaxşı insanlardan dəstək də ala bilərsiniz. Yaxşı pisi də ayırt edə bilərsiniz onlara baxaraq. Başqa sizə nə deyə bilərəm? Bu dönəmdə həqiqəti tapmaq üçün su ilə vaxt keçirə bilərsiniz. Bu nə deməkdir? Hər hansısa bir göl, dənizə getmək məsəl üçün sizə yaxşı təsir edə bilər. Ümumiyyətlə, öz həqiqətinizi tapmaq üçün səfərə də çıxa bilərsiniz, səyahətə də çıxa bilərsiniz, yenilik də edə bilərsiniz. Bu dönəmlərdə daha çox əyləncənizə diqqət eləyin amma. Yəni, bilsiz nə mənada, bəzən biri var ki, əylənmək üçün əylənəsən, biri var ürəkdən səni xoşbəxt eləyəcək şəkildə əylənəsən. Məsəl üçün, bəzi insanlar əylənmək istəyərək həddindən artıq çox sapıtırlar, türklər demiş. O həddi aşırlar da, o mənada demirəm. Əyləncə, həqiqətən əyləncə. Necə ki, misal, ən sevdiyin bir dostun olar, onunla vaxt keçirəndə eynin açılar, keyfin açılar və əylənmiş olarsan. Elə bir əyləncədən söhbət gedir burada. Və kindən, küdurətdən uzaqlaşmalısınız məncə. Bu sizi həqiqətdən uzaqlaşdıra bilər. Ağlayırsınızsa, sakitləşmək üçün, əsəblərinizin sakitləşməyi üçün yaxşı təsir edə bilər. Burada da gözyaşı var. Diqqətimi çəkdi. Burada da gözyaşı var. Bu kibirlidir, bu sakitləşmiş şəkildə. Əsəbləriniz də sakitləşə bilər bu dönəmlərdə. Egonuz ön plana çıxa bilər. Maddi şəkildə mövzuları ələ almaq da sizə yaxşı təsir edə bilər. Mövzuları incə-incə işləmək. Detallı yanaşım, zərgərlik. Davam edək.
bir an daldı arkadaş. Daha çox məlumat verə bilmək üçün kart seçməliyəm altına ki, başa düşək hansı kartı nə mənada deyir. Bu dönəmdə bizi həqiqətə aparan nədir? 1, 2, 3, 4. Üstümdə bir dalğınlıq var. Bilmirəm mənlə mi bağlıdır, yoxsa buradakı enerji ilə mi bağlıdır, əmin deyiləm. Ona görə özümü çox tələsdirmirəm ki, başa düşə bilək. Biraz bu dönəmdə sakit olmağınız, stabil qalmağınız və olduğunuz mühitə əsasən özünüzü qorumağınız daha yaxşıdır. Bir yerdə qalmısınızsa, buradakı qız kimi, bir yerdə qalmısınızsa, qadın bir səhradadır və orada oturduğu yerə doğru bir su axır. Bir yerdə qalmısınızsa, çarəsiz qalmısınızsa, əlacsız qalmısınızsa və yaxud da hər hansısa olduğunuz ortam yaxşı deyil, amma siz orada hər hansısa bir şeylər edirsinizsə, bu iş yeri də ola bilər, bu ümumiyyətlə olduğunuz mühit də ola bilər, ətrafınız, çevrəniz də ola bilər. Sizə bar verməyən bir yerdəsə əgər, özünüzü qorumağa alın və bir balaca sakitləşin. Bilirsiniz nə deməyə çalışıram? Bəzən bir mühitdə oluruq, o mühit bizə xidmət eləmir. Amma mühitin üstünə getməyin, oradakı insanlara əhəmiyyət verməyin. Özünüzə odaqlanın, özünüzü absurd durumlardan, yerlərdən, insanlardan qorumağa çalışın olduğunuz yerdə. İnsanlığınızı danışdırın. Kader kartı çıxıb. Həyatın planı. İlahi axar. Sevgi enerjisini seçin. Anlayışlı olmağı seçin. Sevgidə qalın. Səmimi bir sevgidən söhbət gedir. Belə eşq də ola bilər, amma eşq deyil də, necə ki, belə bir şey hiss elədim. Ailə arasında sevdiyiniz bəzi qohumlar olur, hansı ki, həmin insanı görəndə çox içimiz cıvıl-cıvıl olur. Elə bir sevgi hiss elədim. Oy, məni bu zamanda həqiqətə aparan nədir? Kollektivi bu zamanda həqiqətə aparan nədir? Və bir yola çıxmazdan əvvəl o yolun sizə xidmət edib etmədiyini də düşünün. Yəni, bir yol gedirəm, amma bu yol mənə xidmət eləyir. Hər hansısa bir yol alıram, bu mənə xidmət eləyir. Gedəcəyim yol doğru yoldur və yaxud da mən nə ilə qarşılaşa bilərəm? Dəqiq plan qurmadan hərəkət etməyinizi sizə məsləhət görmürəm. Burada deyir ki, çadırını qur, çadırını qur deyir. Tabii efendim. Buradaysa bu kılıçaltılı kartısıdır. Kılıçaltılı. Mirror yazılıb bura, amma kılıçaltılıdır. Deyir ki, kılıçaltılı, buna baxanda ağlıma bir kart vardı. Orada yola çıxan bir qadın təsviri ağlıma gəlir. Hansı ki, yol gedir, amma hara gedəcəyini bilmir və bəzi qorxuları var. Əgər bir yola çıxırsınızsa, bu yolda dəqiq planınız, dəqiq düşüncəniz yoxdursa, ya axarda qalın, ilahi axara güvənin və yaxud da plansız hərəkət eləməyin. Yola çıxıram, baxaram da, yolda planlayarıq eləməyin. Bu dönəmlərdə həqiqəti tapmaq üçün bu önəmli bir faktordur deyə düşünürəm. İnsanlığı unutmayın. Ona vurğu elədi. Allah Allah. İki tarafın birbirinden gizlediği şeyler, eski ilişkilerden alınan yaralar, dolayısıyla şimdiki ilişkide kendini saklamak, her an tetikte olmak.
Bu arada bəzi durumlarda özünüzü qorxuda bilərsiniz. Daimi şəkildə hər an tetikdə olun, bəs mənə bir şey olmasın. Çünki burada da 15 çıxıb. 15 obsesiya daxil, şeytan kartıdır. Davamlı şəkildə özünüzü qorumağa çalışmayın. Yəni, siz necə? Özünüzü qoruyun, amma narahatlıqla özünüzü qorumağa almayın da. Özünüzü qorumaq üçün qoruyun. Yəni, o qorxular yönətməsin. Məntiqi olaraq siz özünüzü qorumağa çalışın. Üçüncü bir kişinin varlığı, qısqanclıq, ayrılıq, dedikodu. Üçüncü kişiyi alt etmək, üçüncü kişi iseniz vazgeçməlisiniz. İki arkadaş veya sevgilinin birlikte beklediği çok önemli bir haberin gelmesi, maddi, manevi, ailesel sağlık, eğitim, kanıtlanmak, gevşemek, tatil, eğlence zamanı. Bu dönemlerde frekansı aşağı olan insanlarla rastlaşa bilərsiniz. Özünüzü ona qaptırmamağınız və daha çox sizin güvənə biləcəyiniz insanlarla vaxt keçirib bu dönəmi atlatmağınız daha uğurlu görsənir. Və eyni zamanda həqiqəti anlamaq üçün də aşağı frekanslı hisslərdə çox qalmamağınız tövsiyə olunur bu dönəmdə. Davam edək görək bu nə deyir. Bizi bu zamanda həqiqət aparan nədir? Ürəkli kartlarımı qarışdırmaq o qədər yorur ki. Bir, soulmate. Allah Allah. Takıntılı olduğunuz bir ruh eşiniz ola bilər və ya karmik bir partneriniz ola bilər. Karmik ruh eşi ola bilər buradakı insanlarda. İbit. Və sizə xidmət edən insan, ruhunuza uyğun gələn insanlara fikrinizi, fokusunuzu verin. Həmin insanlardan dəstək alasınız çünki. Və manifesting deyir xoşbəxtlikləri, möcüzələri manifest elə. Sənin deyir, şəkil də göstərim. Bunların çox tatlı şəkilləri var. Oxuyum, sonra o birini keçəndə o birini göstərirəm. Deyir ki, sənin xəyalın reallaşa bilər. Öz ürəyinə güvən və içsəl rəhbərliyini takip et. Efendime söyleyeyim. Ağac dedim, ağac çıxdı. Nar ağacı, nar çiçeği. Bu nə? Pat eləyir. Öpür belə. Nə gözəl kartdır. Dur belə eləyim, şəkil götürərəm sonra. Arkadaş İngilis dilini təkmilləşdirməlidir, onu başa düşdü. Bir dənə baxın. Deyir ki, sevgi iyidir, hoşdur, yenur ama bir dəqiqə qeyd aparacam. Deyir ki, bu kartda sevgi hoşdur, iyidir, yenur. Sevgi qayğıdır. Amma həddindən artıq yaxın olacam deyə qarşı tərəfi boğmamağa çalış deyir. Deyir, sevgi davamlı şəkildə strategiya deyil. Sənə alınanlara və verilənlərə diqqət elə deyir arkadaş. Sənə nə verilir və sən nə verirsən? Səndən nə alınır verilənlərin qarşılığında? Böyle bir şeydən də vurğu edir. Bu arada bir şey daha deyəcəm. Soulmate kartı budur. Nə gözəl tatlı kartdır. Deyir ki, sən deyir öz ruh eşini çağıra bilərsən. Şu lafı söyle. Deyir, fiziki olarak güvən deyir onu.
hiss edə, çağıra biləcəyinə güvənləyir. Burada da deyir ki, manifest deyir, nədir adı? Manifest deyir, möcüzələri manifest elə deyir. Yəni ki, bu dönəmdə ruh işinizi manifest eləyə bilərsiniz, by the way. Tam olaraq belə bir enerjidir. Sevdim və evren tərəfindən də dəstəklənərsiniz hətta. Və bir şey daha deyim, ətrafınızda sizə fərqli olan insanlar sizə nəsə qata bilər bu dönəmdə, həqiqətinizə sizi çatdıra bilər. Və sənə xidmət eləyən insanlara, sənin ruhunun istədiyi şeyi istəyən insanlara fokusunu ver, deyir arkadaş. Evet. Arkadaşlar, bu qədər idi. Uzun bir zamandır şəxsi seanslardan başqa seans eləmirdim və əlimə aldığım kartlar da bir tık daha dəstəkləyici kartlar olduğu üçün düşündüm ki, yumuşaq-yumuşaq başlayaq, həqiqəti ələ alırdıq deyə sevgi kartlarını seçdim və daha doğrusu dünən seçmişdim. Dünən eləyə bilmədik, bu günə qismətiymiş. Məncə çox tatlı açılım oldu. Minik də olsa yol göstərdik, qardeş. Düşünürəm ki, bu ilk başlanğıc idi deyə bir balaca yavaş axdı, amma məncə problem deyildi. Sizi də yorubsa, az da olsa, üzr diləyirəm, amma həyat işdir. Bebəklərim, özünüzə yaxşı baxın, düşüncələrinizi yazmağı unutmayın. Öpürəm, sağ olun, salamat qalın.